maraqlı bir şəkildə. Dəyərli izləyicilərimi xoş gördüm hər kəsi. Bugün sizlərə Mərdəkanda Şan Otelin yaxınlığında yerləşən bu evin təqdimatına gəldik. Həyətimiz 6 sotdan ibarətdir. Evimiz 400 kvadratdır. Sahəsi neoklassika üslubunda təmir olunmuş bir evdir. Evin daxili çox gözəldir. İnanın ki, xarici də belə gözəldir. Ağlaylı daşlarlandır. İndi videonun davamına baxın, görəcəksiniz. Yerdə parket vurulub. Evdə isti döşəmə yoxdur, radiatorlarlandır. Burada mətbəxini görürsünüz. Evdə demək olar ki, çox əşyalar qalacaq. Maraqlı bir evdir. Bahalı təmir deyirsiniz. Bax, bu da sizlərə bahalı təmir. Gəlin indi sizləri yataq otağı ilə tanış edeyim. Tavanın hündürlüyü 4.20'dir. Burada birinci yataq otağı. Qəşəng yerdir maşallah. Burada ikinci yataq otağı. Qiymətini sonda deyəcəm, biraz səbirli olun. Burada ümumi sanitar qovşağı və çamaşırxanası. Gəlin, bu da sonuncu yataq otağı. Dəyərli izləyicilərim, demək olar ki, bu evdə yaşayış olmayıb. Gəlib onu gözünüzlə də görəcəksiniz, şahid olacaqsınız. İndi gedək, sizlərə həyətini təqdim edeyim. Like koymağı unutmayın. Kanalımıza abunə olmalısınız, abunə olmağınızı gözləyirəm inşallah. Həyətdə görüşərik. Gördünüz, sizə söz vermişdim ki, evin daxili qədər xarici də gözəldir. Tam ağlayla üzlənilib, gəlsin bir dənə kameramız yaxından göstərsin. Nə qəşəngdir bu, əliz yumağa yer qoyublar, yaşıllığı. Evin yan tərəfini dövr eləmək olur. Ondan da əlavə sizlərə nəyi göstərmək istəyirəm? Yəni evin arxa tərəfi və yan tərəfi tam ağlay daşla üzlənilib. Yəni bilənlər bilir ki, bu nə qədər bahalı bir təmirdir. Məncə 650.000 manata bu evi almağa dəyər. Burada sanitar qovşağı, burada 3 otaqlı axran evi. Aşağıda 4 maşınlıq qarajı, qarajdan evə daxil olmaq mümkündür. Padvalı, burada yay besetkası, mangalxanası və evin yan tərəfinə dövr eləmək olur. Dəyərli izləyicilərimiz, bu evi bu yerdə məncə almağa dəyər. Allah ruzunuzu bol, canınızı sağ eləsin. Görüşmək ümidi ilə kanalımıza abunə olmamışsa abunə olmağınızı gözləyirəm. Özünüzdən müğayət olun. Sağ olun.